Övladın dəyərin kim bilir? Övladı olanlar. Allah bütün övlad arzusunda olanlara salih övlad əta eləsin. Övladın qədrin, dəyərin bilir övladı olanlar. Valideynin dəyərin bilir, valideynin itirənlər. Çünki o nemət əldən çıxdı artıq. Bəzi dəyərlər var ki, əlüvə gələndə bilirsən onun dəyərini. Əlüvə gələndə bilirsən. Məsələn, övladın nə boyda nemət olduğu, necə şirin olduğun, xüsusən babalar daha yaxşı bilər bunu. Nəvənin necə şirin olduğunu babalar bilər. Bir nəfər ki, baba olmayıb, onun yanında nəvənin şirinliyindən nə qədər istəyirsən danış. Elə danışacaqsan, elə sözdür danışırsan da. Və o da eşidəcək, deyəcək, bəli, yaxşıdır, filandır. Amma onun mahiyyətini bilməyəcək, dərk eləyə bilməyəcək. Çünki onu yaşamayıb. Amma bəzi nemətlər var ki, bunlar ən yüksək həddədir. Onların qədrin, dəyərin onu itirəndən sonra insan bilir. Allah həmin nemətlərdən daha çox danışır. Ki, həmin o nemətlər hələ əlivə gəlməyib, onlar yox. Onlar gələcək onsuz, biləcəksən. O nemətlər ki, əlindən çıxanda biləcəksən dəyərin, Allah ən çox Quranda onlardan danışıb. Ki, əlindən çıxacaq bu. Nəyə görə deyir imama itaət elə, Peyğəmbərə itaət elə? Hər kəs Peyğəmbərə itaət eləsə, Allaha itaət eləyər. Çünki bu zaman qutaracaq, bitəcək. Zaman gələcək, ömrün dəyərin. Nəyə görə Allah insana deyir, bil? Şeytana itaət eləmə, şeytana ibadət eləmə. Və əni-ibuduni, hâzâ sıratun mustaqim. Mənə ibadət elə, düzgün yol budur. Ona görə ki, zaman gələcək, bu əlindən çıxa bilər. Əlindən verməyəsən deyə səni başa salır, izah eləyir ki, bunun dəyəri var, bunun dəyəri çoxdur.